хочу просто почати, з вашого дозволу. Рік тому я працював в команді Кривбас, Кривий Ріг, Прем'єр-ліга України. Deməli, bir il əvvəl mən Kırıbasda çalışırdım, Krivoy Rogda, Ukraynada, baş məşqçi kimi. 4 квітня, це вчора, був терористичний акт зі сторони агресора, який зараз проводить війну з Україною, в якому загинуло 9 діток. Həmin vaxtı bu aqressor tərəfindən hücum olmuşdu. Yəni, indi də o siyasəti davam edir. O zaman 4 aprel tarixi idi, xatırlayıram, keçən il bu vaxtı 9 uşaq həyatını itirdi. Це був удар балістикою по дитячому майданчику. O deməli, uşaq meydançasına ballistik raketlə vurulan zərbənin nəticəsi idi. Тому, крім 9 дітей, ще 21 загиблий був з дорослих. Hətta deyim ki, 9 uşaqla yanaşı 21 böyük də həlak olmuşdu. Я це пам'ятаю і думаю, вся Україна це пам'ятає. Тому, вибачте, я повинен це був сказати. Mən bunu xatırlayıram, vaxt keçsə də bunu bütün Ukrayna xatırlayır. Üzürlü sayın, amma mən bunu deməyə özümdə borc bildim. Тепер можете задавати İndi питання. isə suallarınızı verə bilərsiniz. Mikrofon. Будь ласка. Slava Ukrayna. Героям слава. Bu oyunda komandanın qalib gəlməsi üçün əvvəlki oyunlarda nəsə dəyişikliyə getdimi, yoxsa əvvəlki plana uyğun davam elətdirdi? Ви знаєте, ми працюємо, наполегливо працюємо. Biz belə deyim, işləyirik, özdə necə deyirlər, çox səylə işləyirik. У хлопців дуже гарний настрій, Futbolçularımızın çox yaxşı əhval-ruhiyyəsi var. дуже велика конкуренція, всі хочуть грати. Çox böyük bir rəqabət var, hamısı oynamaq istəyir. Тому, може, мені в цьому плані легше, мені залишається тільки правильно вибрати склад. Və deyim ki, ona görə də işim biraz daha asan olur. Mən sadəcə düzgün heyəti seçməliyəm. Mənə qalan odur. Ви ж бачите, непогана гра, знову в виконанні Нефчі. Və özü də görürsünüz ki, bugün Neftçinin necə deyirlər, performansında gözəl bir oyun oldu. Виграли 3-1, але було ще моменти, які також могли забити. 3-1 utduq, amma kifayət qədər əlavə də epizodlar var idi ki, qol vura bilərdik. Мені подобається саме головне, що після пропущеного нами м'яча, такий залетів, ну буває так. Mənim nə xoşuma gəldi, bizim o buraxdığımız topdan sonra bilirsiniz də uçdu keçdi, yəni olan şeydir. Мої хлопці навчилися реагувати на це і відразу пішли вперед, забили ще один м'яч, а потім ще один і виграли 3-1. Mənim oyunçularım özlərinə gəldilər, irəli getdilər, bir qol vurdular çox qısa bir müddətdə və sonra isə üstündən bir dənə qol vurdular. Це найголовніше для мене, як для тренера. Mən bir trener kimi, məşqçi kimi mənim üçün ən önəmli olan budur. Düzdür, aprelə uğurla başladı. Zaman qarşıda hələ 4 sınaq var. 2 Azərbaycan derbisi və Araz Naxçıvanla Zirəyə qarşı oyunlar. Bütün rəqiblər Avrokubokları uğrunda mübarizə aparır. Komanda fasilədən necə qayıdıb? Əhval-ruhiyyə, həmçinin fiziki durum necədir? Xüsusən də Emin Mahmudovun durumunu soruşmaq istəyirdim. Ümumiyyətlə bir faiz vermək mümkündürsə, rəqəm olaraq neçə faiz hazırdır komanda? Дивіться, я вже казав хлопцям, що нас чекає дуже тяжкий місяць квітень. Mən belə deyim, bizim uşaqlara dedim ki, bizi çox ağır aprel ayı gözləyir. Тому що у нас 5 ігор, Çünki qarşıda 5 oyunumuz var. це Сумгаїд сьогодні, Yəni hansı ki biri bu 11-го Арас, ayın 11-i Arazladır, 17-го Зіря, 17-si Zirədir, 26-го і 30-го Карабах. 26-sı 30-su da Qarabağ. Це супер, коли є такі ігри. Bu əladır, superdir ki, belə Я вам, oynayırlar. чесно кажучи, кладу руку на серце, я чекаю ці ігри, бо мені хочеться побачити, на що ми дійсно здатні, наша команда. Mən belə deyim sizə, əlimi ürəyimin üstünə qoyub bu oyunları səbirsizliklə gözləyirəm. Niyə gözləyirəm? Çünki mən görmək istəyirəm ki, mənim komandam nəyə qadirdir. Belə. Якщо ми пройдемо
ці ігри на одному диханні, то я думаю, все буде добре. Yəni bütün bu oyunları bir nəfəslə keçə bilsək, bu yaxşı olacaq. По Еміну, все слава Богу, я дуже розраховую на нього. Eminə gəldikdə isə mən hələ də şükür Allaha ondan çox böyük gözləntilərim var. І думаю, з дня на день він почне вже з нами тренуватися. Və düşünürəm ki, 1-2 gün ərzində o bizimlə yenidən məşq etməyə başlayacaq. Ви ж розумієте, що з нашим капітаном це одна гра, без нього Çünki birincisi də kapitanla oyun birdir, bir cürdür. трошки Kapitansız болить başqa. голова, кого туди поставити і хто так зможе зіграти, як він. Çünki biraz başın ağrıyır da, kimi kimlə qoyasan, necə oynasınlar və s. idarə etməklə bağlı. Хоча він такий вже, скажімо, вік теж, але на нього це ніяк не впливає. Yəni belə baxmayaraq, belə deyim ki, nə olsa da belə ona heç bir şey təsir etmir. Belə bir təsiri yoxdur. Він з кожним роком стає ще краще. Hər il keçdikcə yaş olmağına baxmayaraq daha da yaxşılaşır. Тому головне здоров'я, і я дуже його чекаємо, вся команда, і я також. Ona görə də ona şəfa diləyirik və həm mən, həm də bütün komanda onu çox gözləyirik. Він сьогодні був з нами на грі. Bu gün yenə o bizimlə idi, onsuz da komandamızla idi. Nəzər səhv etmirəmsə, yalnız Toronto'da komanda məğlub olub və xüsusilə aşağıda olan komandalarla oyunlarda maksimum xal toplamağı bacarır Neftçi. Üstdəki klublarla çətinlik çəkir. Turana uduzdu, Zirə ilə bir bərabərlik var. Qarşıda isə həmin rəqiblərlə vacib oyunlar var. Artıq indidən bir fərqli planları varmı həmin oyuna hazırlıq baxımından? Çünki həll edici olacaq Avrokuboklar yolunda. Планів точно, різних планів не буде точно. Fərqli plan dəqiq olmayacaq. У нас завжди один план – виходити, грати і вигравати. Hər zaman bir dənə bir planımız var. Çıx, oyna və ud. Як воно буде, то тільки знає Аллах і Бог. Necə olacaq, necə olacaq onu bir Allah bilir. Bəs maraqlıdır, fərqli plan olmayacaq, eyni plandır. Digər rəqiblərlə oyundakı nəticəni oyunlarda qazanmağa nə mane olub? İddialı rəqiblərlə oyunda. То я вам так говорю, ну, на кожну гру завжди є план. Ну, я ж не буду вам розповідати, який план буде на кожну гру. Yox, belə deyim də, əlbəttə hər oyun üçün bir plan vardır. Mən də hamısını deyə bilmərəm, amma hansı oyuna nə planım var. Ми дуже непогано розбираємо своїх суперників, говоримо хлопцям, як краще, які місця у них слабкі, а які сильні. Це все вони знають. Повірте мені, на гру не тільки один план. Є план А, а також є план Б. Yəni biz bütün rəqiblərimizi, necə deyirlər, hissələrə bölürük. Bilirik ki, onların zəif tərəfləri haradır, güclü tərəfləri haradır. Yəni bizim oyunçular bilirlər bunu və onların təkcə A planı yox, B planları da var hətta. Belə. Cənab Berindov, iki sualım var. Birinci yox, ayrı-ayrı suallardır. Bugün yəni müəyyən səbəblərdən taktiki dəyişikliklərə əl atdınız. Yəni hücumda yəni yarım müdafiəçini oynatdınız, əslində nominal bir yarım müdafiəçini. Hücumda yarım müdafiəçi oynadı. Var qasıda səbəb. Və bəzi taktiki dəyişikliklər yəni məcburiyyətdən atılan addımlar idi və amma Abubakarı ikinci hissədə meydançaya buraxdınız. Hansı ki bu sırf hücumçudur. Bu nə ilə əlaqədar idi belə bir dəyişiklik etməyiniz? Bu birinci sualım. İkinci sualım da, yəni artıq 2 gündə Turan Zirə oyununda müzakirə olunur. Əslində burada verilməyən penalti təkcə Zirənin, Turanın haqqını yeyilməsi deyil, həm də bir növ Neftçinin irəliyə getməsinin qabağı alınır burada həmçinin. Çünki yəni Zirə siz artıq 4-cü yerinə, yəni konferans liqasına vəsiqə qazanmaq şansınız var. Hansı ki Zirə əgər kubok qazanmasa. Yəni bununla bağlı nə deyə bilərsiniz? Bu hakimin qərarı ilə bağlı, yəqin ki izləmisiniz. Перше це було зв'язано з вашою стратегією. Ну, дивіться, по-перше, Варгас уже другу гру поспіль грає нападника. Belə deyim, birinci olaraq artıq bu Vargas'ı ikinci oyundakı hücumcu kimi oynayır. Yaxşı oynayır.
Були невеликі проблеми і є ще досі у самбу. Sambunun bəzi belə necə deyirlər, hələ də davam edən kiçik belə problemləri var. Він ще не тренується з нами. Hələ də bizimlə məşq eləmir. Також були проблеми у Абу Бакара. Abbakarın da problemləri var idi. Він тільки зараз от набирає Hə, свою форму. hələ indi deyir, belə özünə gəlir, formasını yığır. Тому зараз у нас виконує цю роль Варгас. Ona görə də onların rolunu Vargas oynayır. І в нього непогано виходить. Və onda pis də alınmır. Тьфу-тьфу-тьфу, другу гру поспіль. Necə deyirlər, artıq 2 oyunda dalbadal çox yaxşıdır. Що стосовно арбітрів, İndi hakimlərə gəldikdə isə та нас також трошки обіжають, але я ж ніколи не говорю про судді. Це не моє право. Є право, це право керівництва, це право КДК, чи як там воно називається, АФА. Хай вони за це говорять. Я тренер, я маю відповідати за свою команду і за гру. Те, що помиляються, я вже казав, вони також люди, можуть помилятися. Те, що це дуже боляче, я також розумію тренерів після тих помилок суддів, коли команда програє, це дуже боляче. І я думаю, вони по-іншому про це думають. Але це їхнє право, тому я не втручаюся в ці дії, не хочу туди особливо втручатись. Мені вистачило української прем'єр-ліги, де мене судді дуже сильно люблять. Любили і люблять, так що я після цього сказав, ні, більше я не буду. І вилучали також, і по 2 гри пропускаю, і по грі, тому я зараз більше фокус на свою команду і на гру своєї команди. Все, більше нічого не потрібно. belə deyim, söhbət hakimlərə gəldikdə onunla bağlı bunu deyə bilərəm ki, bu belə deyim, bu hüquq rəhbərliyindir, AFFA-ndır, komitənindir, onu deyə bilərəm. Yadızdasa mən bununla bağlı bir dəfə fikir bildirmişdim ki, onlar bizim də xətrimizə dəyiblər, olub da belə şey. Amma insandırlar, onlar da səhv edə bilərlər və çox da yaxşı anlayıram ki, bu çox ağrılı olur. Xüsusilə də uduzan komanda üçün və komanda heyəti üçün bu çox ağrılı olur. Trenerlər üçün çox ağrılı olur, yəni uduzanda, oynayıtırında. Amma mən bütün fikirlərimi, öz gücümü, öz komanda məsələsini həsr edirəm. Buna çox da fikir vermirəm. Belə deyim, bu hala gəlməkdən ötürü mənə bu Ukrayna Premyer Liqasında da çalışmağım, o təcrübəm də kömək elədi. Məni orada da hakimlər çox sevirdilər, indi də sevirlər. Belə deyim, qısaca onu deyim ki, burada ancaq mənim əsas işim odur ki, bir trener kimi fokusumu tamamilə komandama ayırım və oyunlara fokuslanım. Belə deyəcəm bunu.